Salam əziz şagirdlər. Bu günlərin biz sınaq 27-nin suallarına baxacağıq inşallah. Birinci sualdan başlayaq. Sazilər dövlətinə aiddir. Deməli, dövlətin ərazisi Dərbənddən İran körfəzinə qədər ola bilməz. Dərbənddən Zəncana qədər idi. Ərəb xilafətinin Azərbaycanın ilk yürüşləri nəticəsində süqut etdi. Xeyr, bu da yanlışdır. Şirvanşahlar dövləti ilə cənubda həmsərhəd idi, şimalda həmsərhəd idi. Tarixi Azərbaycan torpaqlarını ilk dəfə vahid dövlət halında birləşdirmişdir. Doğru cavab D-dir. İkinci suala baxırıq. İberiya və Atropatena dövlətinə aid oxşarlıqdır. İberiya bilirsiniz ki, Gürcü dövlətidir. Atropatena da Azərbaycanda yaranmış, Azərbaycanın cənubunda yaranmış dövlətlərimizdən biridir. Baxırıq, Urmiya göl ətrafında yaranmaq Atropatenaya aiddir sadəcə. Qədim Azərbaycan dövləti Atropatenaya aiddir. Çünki İberiya dediyim kimi Gürcü dövlətidir. Sonra bütün Azərbaycanı əhatə etmək heç birinin təbii ki aidiyyəti yoxdur. Albaniya ilə həmsərhəd olmaq doğru cavabdır. Həm İberiya ilə Albaniya şimalda, daha doğrusu şimal-qərbdə İberiya ilə həmsərhəd idi. Atropatena ilə isə cənubda həmsərhəd idi. Üçüncü suala baxırıq. Daha əvvəl baş vermiş hadisəni müəyyən edin. Deməli, Nadir xan tərəfindən, Nadir xan deyirsə, deməli bu hadisə 1736-cı ilə qədər, Muğan qurultayına qədər olmuşdur. Əfşarların yaranması çıxırıq. Sonra Azərbaycan Türk dövlət tərəfindən Xəzər dənizində hərbi donanma yaradılmasına təşəbbüs göstərmək. Bu da Nadir şaha aiddir. Bunu da çıxırıq. Səfəvlərin süqutu Muğan qurultayıdır zaten. Qurultayın çağırılması. Yəni bu hadisələrin hamısı 1736 və 36-dan sonra olub. Amma Nadir xan ərazi bütövlüyünü, yəni Ruslardan və Osmanlılardan torpaqlarımızı geri qaytarması hadisəsi təbii ki, qurultaya qədər olduğuna görə biz burada A cavabını götürürük. Dördüncü sual, Baharlı dövləti Bayandurlu dövlətindən fərqli olaraq cənubda yaranmışdı. Xeyr, hər ikisi yaranıb cənubda. 15-ci əsrin ikinci yarısında yaranmışdı. Xeyr, birinci yarısında yaranıb. Bayandurlu ikinci yarısında yaranıb. Azərbaycan torpaqlarında mövcud olan yeganə dövlət deyil idi. Çünki ondan əlavə Şirvanşahlar dövləti var idi. Şirvanşahları asıl hala salmışdı. Bəli, Bayandurlu dost olub, amma Baharlı Şirvanşahları asıl hala salıb. Ərazisi cənubda İran körfəzinə qədər hər ikisinə aiddir. 5-ci suala baxırıq. Qədim Albaniyanın xarici siyasətinə aiddir və qədim Albaniya olmalıdır. Yəni qədim dövr. Pullardan istifadə, təsərrüfat işləri, sonra paytaxt məsələsi, bunlar daxili siyasətdir. Burada iki dənə xarici siyasət var. Roma təhlükəsinə qarşı mübarizə, doğru cavab zaten budur. Çünki qədim dövrdə olub. Ərəblərə qarşı mübarizə də xarici siyasət kimi gedir. Amma qədim Albaniya yox, orta əsrlər Albaniyasına aiddir. 6-cı suala baxırıq. Verilmiş dövlətlərdən heç birinə aid olmayan cavabı tapmalıyıq. Eldənizlər, Sacıoğlu, Şirvanşahlar. Ərəb xilafətinin zəifləməsi nəticəsində yaranması, deməli bu Sacıoğlu və Şirvanşahlara aiddir. Paytaxtın Ərdəbil şəhər olması Sacıoğlulara aiddir. Vahid dövlət tərkibində birləşdirmək Eldənizlər və Sacıoğlulara aiddir. Araz çayının şimaldakı torpaqlarda meydana gəlməsi, bu da Şirvanşahlara və Eldənizlərə aiddir. Qızılbaş türklərinin yaratdığı dövlət olması, bəli, heç birinə aidiyyəti yoxdur. Çünki bu Qızılbaş türklərinin yaratdığı dövlət Səfəvilər və Əfşarlar dövləti nəzərdə tutulur. 7-ci suala baxırıq. Deməli, xronoloji ardıcıllıqla bağlı sualdır. Gülüstan-i-İram əsərinin yazılması 19-cu əsrin birinci yarısıdır. 19-cu əsrin birinci yarısıdır. Sirlər Xəzinəsinin Nizami Gəncəvi tərəfindən yazılması 12-ci əsrdir. Əkinci qəzeti isə 1875-ci ildə, deməli, ikinci yarısında çap olunub. Ona görə də burada ardıcıllıq 2, 1, 3 olmalıdır. Yəni D cavabı. 8-ci suala baxırıq. Hülakülər dövlətinin mövcudluğu dönəmində baş vermiş hadisələri tapmalıyıq. Hülakü xanın icazəsi ilə Tusinin başçılığı altında şimalda yazıldığına görə rəsədxana olmaz. Çünki Marağa rəsədxanasını nəzərdə tuturuqsa əgər, bu şimalda deyil, Marağa cənubdadır. Yəni bu bir olmaz.
R1 Rəşidi kompleksində Şəfa evinin fəaliyyət göstərməsi doğru. Fəzlullah Rəşidəddinin başçılığı ilə Azərbaycanda astronomiya elminin inkişafında nailiyyətlər əldə olunub. Bəli, Tusini nəzərdə tutur. Və Azərbaycanda tibb elminin əsası qoyulması bu yanlış ifadədir. Çünki belə bir ifadə ümumiyyətlə doğruca ifadə deyil. Biz bilmirik ki, Azərbaycanda tibb elminin əsası nə vaxt qoyulub. Çünki hülakülərə qədər də tibb elmi artıq var idi. Burada doğru cavab 200 B olur. 9-cu suala baxırıq. Daha sonra baş vermişdir. Deməli, Qızıl Arslan 12-ci əsrdir. Elxanilərin yaranması 13, Ərdəbil hakimliyinin yaranması 13, Arslanşahın sultan elan edilməsi 12, Teymurilərin Azərbaycana ilk hücumları 15 bizim kitabda elə görsənsə də, amma 14-cü əsrdir. Əmir Teymur özü ilk dəfə Azərbaycana 14-cü əsrin sonunda hücum edib. 14-15 yazıram ona görə də bura. Amma istənilən halda burada daha sonra istədiyinə görə 12, 13, 12, 13'ləri silirik. Burada nə qalır? Teymurilərin Azərbaycana ilk hücumları. Xürrəmlər hərəkatına aiddir. Əhalinin yalnız yuxarı təbəqədən qoşulması mümkün deyil. Çünki burada varlılar da qoşulmuşdu bu hərəkata. 11-ci sual Həsən bəy Zərdabinin fəaliyyətinə aiddir. Molla Nəsrəddin jurnalının çap olunması xeyr. Qüdsi təxəllüsü Bakıxanova aiddir. Əkinçiliyin inkişafına kömək edən məlumatların xalqa çatdırılması Əkinçi qəzeti ilə, bəli, doğru cavab budur. C-dir, yəni. 12-ci suala baxırıq. Manna və Atropatena dövlətlərindən heç birinə aid olmayan bənd istəyir. Qədim dövrdə meydana gəlib hər ikisi. Eradan əvvəl 1-ci minillikdə süquta uğrayıb Manna. Eradan əvvəl 1-ci minillikdə yad el hücumlarına qarşı mübarizə aparıb hər ikisi. Göyçə göl ətrafını əhatə edirdi, heç biri doğru cavab D-dir. Bu ifadə Albaniya dövlətinə aid ola bilər. Ona görə də bunu seçməliyik. Cənubda yaranmışdı hər ikisi. Bir daha deyirəm, doğru cavab D-dir. 13-cü sual uyğunluq pozulmuşdur. Və baxaq burada. İranzunun xarici siyasəti işğal edilmiş Manna torpaqlarının azad edilməsinə yönəlmişdi. Bəli, burada pozulmayıb. Azərbaycan ərazisində ilk dövlət Manna, yəni eradan əvvəl 1-ci minillikdə yarandığına görə təxminən 3000 il əvvəl meydana gəlib. Çünki eramızdakı 2000 və eramızdan əvvəl 1000 ili toplayanda zaten 3000 il əvvəl eləyir. Burada da pozulmayıb. İranzu vilayətləri də birləşdirməklə, tamam, Dərbənddən Zəncana qədər əlbəttə ki, yanlışdır. Düzdür, mərkəzləşmiş dövlət yaratmağa nail olub, amma Dərbənddən Zəncana qədər qətiyyən ola bilməz, çünki Dərbənd şimaldadır. Biz bilirik ki, Manna yalnız cənub torpaqlarımızı əhatə edirdi, ona görə də doğru cavab C-dir. 14-cü suala baxırıq. Verilmiş şəxslərdən heç birinə aid olmayan ifadəni müəyyən edin. Rəsulzadə, Topçubaşov və Mehmandarov 11-ci ordu ilə birləşərək Xalq Cümhuriyyətini süquta uğratmışdı. Təbii ki, bu tamamilə kökündən yanlış cümlədir. Heç birinə aidiyyəti yoxdur. Ona görə də doğru cavab A-dır. Maraq üçün baxaq. B cavabı kimə aiddir? 20-ci yüzilin əvvəllərində millətin azadlığı üçün çalışan ziyalılarımızdan idi. Biz bunu Rəsulzadəyə və Topçubaşova götürə bilərik. C cavabı Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında iştirak etmişdi. Yenə Rəsulzadə və Topçubaşova götürə bilərik. 1918-20-ci illərdə milli ordumuzun quranlardan biridir. Təbii ki, bu Mehmandarovdur. Hərbi nazirimiz olub. Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin sədri olmuşdu. Bu da Topçubaşova aiddir. 15-ci suala baxırıq. Azərbaycan 15-ci əsrdə deməli, yeni dövlət yaranıb, bəli, Baharlı və Bayandurlu dövləti kimi dövlətlər yaranıb. Şirvanşahlar dövləti mövcud olub. Üçüncünü də biz tapmalıyıq. Səfəvilər dövlətinin Ağqoyunluların süquta uğratması xeyr. Ümumiyyətlə 15-ci əsrdə Səfəvilər dövləti yoxdur. 16-cı əsrdə yaranıb. Şirvanşahlar dövlətinin Səfəvi dövlətinin asılı yenə Səfəvi dövləti görürsünüz. Bu da bu ifadələrdən qaçırıq.
Səfəvilər dövlətinin yaranması təbii ki, yanlışdır. Qara Yusif tərəfindən Şirvanşahlar ordusunun məğlub edilməsi doğru cavab budur. Vahid dövlətdə 15-ci əsrdə Azərbaycanda vahid dövlət olmayıb. Ona görə də doğru cavab D-dir. 16-cı suala baxırıq. Deməli, 1920-ci ilin martında Qarabağda baş verən erməni qiyamının nəticəsi. Bu Əsgəran döyüşü ilə nəticələnən, xatırlayırıqsa əgər, orada deməli nə olur? Orada Azərbaycan ordusu tərəfindən erməni daşnaq qüvvələri məğlubiyyətə uğradılır. 17-ci sual. Azərbaycan Xalq Cümhuriyyətinə aid hadisələrin hansı daha əvvəl olmuşdur? İlk olan hadisəni tapmalıyıq, amma deməli Xalq Cümhuriyyətinə aid hadisələr də nəzərdə tutulur. Bakıda İki Ali Məktəbin fəaliyyət göstərməsi, yəni Bakı Dövlət Universiteti 1919, sonra Osmanlı ilə saziş 1918, Respublika Dövlət İdarə Formasının elan olunması 1918, Azərbaycan Türk dilinin dövlət dili elan edilməsi 1918, Milli Ordunun yaradılması 1918. Demək ki, biz burada məntiqdən istifadə etməliyik. 19 bir mənalı gedir burada. 18-dəki hadisələrə də baxmalıyıq. Təbii ki, biz burada anlamalıyıq ki, birinci növbədə dövlət yaranmalıdır. AXC özünü elan eləməlidir və elan edərkən o özünü respublika, parlamentli respublika olaraq elan edir. Ona görə də doğru cavab C-dir. Davam edirik. 18-ci sual. Sazilər dövlətinə aid deyil. Deməli, hökmdarı Yusif Sacıoğlu ölkə ərazisini genişləndirmişdi. Bəli, bu aiddir. Daxili çəkmələr nəticəsində zəifləmişdi. Bəli. Ərəb xilafəti ilə mübarizə aparmışdı. Doğru. Şirvanşahlar dövlətinin süqutu uğramışdı. Bəli, bu yanlışdır. Yəni aid deyil. Ona görə doğru cavab D-dir. Xilafətə də bir müddət xərac ödəyib. 19-cu suala gəlirik. Səlcuqların Azərbaycanı fəth etməsinin nəticələrinə daxil deyil. Türk dili ortaq ünsiyyət vasitəsinə çevrildi. Bəli. Mədəni həyatda canlanma da baş verdi. Azərbaycan torpaqları ilk dəfə birləşdirilə bilməz. Çünki bu Səlcuqlardan əvvəl 11-ci əsr, artıq 10-cu əsrdə Sacilər Azərbaycanı birləşdirmişdi. Vahid ölçü çəki sistemi tətbiq edilib və müdafiə qabiliyyəti artıb pərakəndə ilə yaradan qaldırılıb. 20-ci suala baxırıq. Uyğunluq pozulmuşdu istəyir bizdə burada. İlk Səlcuq dövləti Mərkəzi Asiyada yaranıb. Bəli, deməli Səlcuq dövləti Mərkəzi Asiyada yaranıb, pozulmayıb. Oğuzlar Xaqan idarə edildi, doğru. Oğuzlar haqqında rəvayət və əfsanələr toplanmışdı. Yalnız Oğuznamələrdə ola bilməz. Çünki Kitab-ı Dədə Qorqudda da bilirsiniz ki, Oğuzlar haqqında rəvayətlər və əfsanələr var təbii ki. Ona görə də burada doğru cavab C-dir. Burada uyğunluq pozulmuşdur. Digər ifadələrdə uyğunluq pozulmayıb. Deməli, gəldi 21-ci suala. Nadir Şaha Əfşara aiddir. Qalibiyyətli müharibə nəticəsində dövlət qurmuşdu. Xeyr, qurultay nəticəsində. Azərbaycan torpaqlarını ilk dəfə birləşdirməyib, ümumiyyətlə birləşdirməyib, zaten vahid şəkildə idarə edirdi. Təbrizi paytaxt elan etməyib, Məşhəd şəhərini elan edib. Xəzər dənizində hərbi donanma yaratmışdı. Xeyr, yaratmamışdı. Çünki o bunu təşəbbüs göstərmişdi, yaratmaq istəyirdi yəni. Və dövlətin ərazisini genişləndirmişdi, bəli. Çünki Hindistana yürüş etmiş, Moğol dövlətini asılı hala salmış, Mərkəzi Asiyanın böyük bir hissəsini tabe etmiş. Ona görə də dövlətin ərazisini genişləndirdiyini bilməliyik. Gəlirik açıq suallarımıza. İlk açıq sualımız 22-ci sual. Azərbaycan Xalq Cümhuriyyətinə aiddir. Parlamentin fəaliyyətə başlaması, bəli. Mart soyqırımı Cümhuriyyətdən əvvəl olub. Çünki Mart soyqırımı yazılır zaten. Mart ayında baş verib. Cümhuriyyət mayda yaranıb. Bakının bolşevik daşnaq qüvvələrindən təmizlənməsi sentyabrın 15 olduğuna görə bunu da götürürük. Rusiyada Çar hökuməti devrilib 17-ci il. Bunun ümumiyyətlə Cümhuriyyətə aidiyyəti yoxdur. Din xadimləri təqib edilib qətiyyən. Bu Sovet dövründə 20-30-cu illərdə baş vermiş hadisədir. Bakı Dövlət Universiteti açılıb fəaliyyətə başlayıb. Bəli, 1, 3 və 6 burada doğru cavablardır.
23-cü sualda xronoloji ardıcıllığı tapmalıyıq. Birinci Dünya müharibəsinin başlaması 1914, İstiqlaliyyət bəyannaməsi 1918, Rusiyada Çar hökumətinin devrilməsi 1917. Ona görə də cavab olmalıdır 1, 3 və 2. 24-cü suala gəldik. Azərbaycan SSR-nin ilk dövrlərinə aiddir. Yəni 1920-ci və 30-cu illərinə aid olan hadisələri tapmalıyıq. Azərbaycan Xalq Cümhuriyyətinin ordusunun Yalama döyüşünə məğlub edilməsi. Yalama döyüşü baş verəndə hələ ki Azərbaycan SSR yox idi. Azərbaycan Xalq Cümhuriyyəti var idi. Yalama döyüşündən sonra Bakıda tutulmalıdır və ondan sonra Bakının da 11-ci ordu tərəfindən tutulmasından sonra AXC süqut edilir və Azərbaycan SSR yaranır. Ona görə də Yalama döyüşü zamanı hələ Azərbaycan SSR-dən danışmaq düzgün deyil. Bəy və ağaların məhv edilməsi, bəli, biz bunu bilirik ki, bolşeviklər xüsusi mülkiyyətə qarşı idilər və bəyləri, ağaları sıradan çıxarmaqla məşğul idilər. İkini götürürük. Çar Rusiyasının hakimiyyəti altında olması qətiyyən, bu da yanlış ifadədir. Çar Rusiyası 1917-ci ildə süqut edib. AXC dövlət orqanlarında çalışanların bir qisminin Sibirə sürgün edilməsi, bəli, bu da doğru ifadədir. Belə bir cümlə kitabımızda keçir. Ona görə 2 və 4 doğru cavabdır. 25-ci suala gəlirik. Azərbaycan Xalq Cümhuriyyətinə aid deməli 1918 və 19-cu ildəki hadisələri seçməliyik. Burada xüsusilə 18-ci ildə diqqətli olmalıyıq. Çünki Xalq Cümhuriyyəti deyil və bizi burada ilişdirə bilərlər, çaşdıra bilərlər. Milli ordunun yaradılmasını 1918-ci il kimi götürə bilərik. Universitetin açılması 1919. Mart soyqırımı görürsünüz 1918-ci ildə olsa da fikrimiz burada qala bilər. Amma bu görürsünüz burada şərtində Azərbaycan Xalq Cümhuriyyəti deyil. Ona görə Mart soyqırımını götürmək olmaz. Yalama döyüşü də olmaz. Çünki zaten Yalama döyüşü 1920-ci ildir. Əziz şagirdlər, beləliklə bu dərsimizin də sonuna gəldik. İnşallah növbəti dərslərimizdə görüşənə qədər salamat qalın.